27 yaşlı gəncin əvvəlcə Luka düşdü adı ilə o çıxan xəbəri ki var idi. Sonra görüntülərdən aydın olundu ki, asfalt çöküb orada. Hansı ki, həmin Baksolda 2020-ci ildə də bu hadisələr yaşanmışdı. Bir maşın gedəndə, yol gedərkən həmin asfalt çökmüşdü, həmin ərazilərdə. Yəni, bu artıq bir siqnal idi. Üstündən 5 il keçib, görünür ki, hələ də orada problem həll olunmayıb. Deməli, biz şəhərdə gəzməyə ehtiyat eləməliyik ki, birdən haradasa asfalt çökər və biz düşərik kanalizasiyaya. Birdən Baksolda düşərik yerin dibinə, bizi Hövsanda taparlar. Çox kədərli hadisədir. 27 yaşlı bir gənc, bəlkə də nə qədər planları var idi, bəlkə də nələrsə düşünürdü, nələrsə planlayırdı və qəfil durduq yerdə düşür yerin dibinə. Bu məsələdə məsuliyyət daşıyan kimlərdir? Yollara kim baxır? Bu yollar niyə düzəldilmir? Niyə problemlər kökündən həll olunmur? Bütün bunlar əslində bizim verməli olduğumuz suallardır. Biz bu sualları verməliyik. Cümşid ölüb, dünyasını dəyişib, artıq haqq dünyasındadır. Bəs yerdə qalanlar